Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Yəmani cəryanı haqqında danışırdıq. Əlbəttə qərar idi biz onların etiqadlarını araşdıraq. Lakin elə düşünürəm bir-iki dənə mövzu var. Bu mövzular barəsində danışaq. İnşallah sonra onların etiqadı və fiqhi düşüncələrinə toxunarıq. Bu mövzular, yəni iki dənə mövzu istəyirəm siz əzizlərə təqdim edim. Birinci mövzu onların müxatəbləri cəzb etmə üsulubları, yollarıdır. İkinci də onların digər cərəyanlarla rabitəsidir və oxşarlıqlarıdır ki, çox önəmlidir. Amma gələk birinci mövzuya ki, onlar hansı taktikalardan istifadə edirlər müxatəbləri cəm etmək üçün. Bəzi taktikaları siyasidir, bəziləri ictimaidir, bəziləri etiqadidir. Özünüz də görəcəksiniz ki, bu taktikaların əksəriyyəti avam üçün keçərlidir. Amma savadlı biri təbii ki, bunların üzərində düşünür və görür ki, bunlar yalnız baş aldadıcı bir şeydir və hilədir əslində. Gəlin birlikdə onların əsas taktikalarına işarə edək. Onlar öz müxatəblərini cəlb etmək üçün əsasən siyasi mövcud olan siyasi vəziyyəti pisləyirlər. Onlara görə hal-hazırda bəzi ölkələrdə ki, İslam dövləti qurulub filan, onlara görə bu deyək hamısı fərq etmir. Hamısı azğındılar, imam zamanından uzaqdılar, batildilər, haqda deyirlər. Və ona görə də siz görsəniz, onlar vilayət fəqih mövzusunu tamamilə inkar edirlər. Fərq etmir, mütləq şəkildə olsun, ya müqəyyəd olsun. Tamamilə inkar edirlər və dində belə bir şeyi qəbul etmirlər. Təbii ki, bu bizim alimlərimizin fikrinə ziddir. Ən azı müəyyən mövzularda fəqihin vilayəti məsələsini qəbul edirlər. Məsələn, Şeyx Mufidin özü, Tusi, İbn İdris Hilli, Muhaqqiq Hilli, Əllamə Hilli, Şəhid Əvvəl, Muhaqqiq Kərəki, Şəhid Sani, Feyz Kaşani, Şeyx Cəfər Kaşifil-Qita, Muhaqqiq Nəraqi, Muhammed Həsən Nəzəfi, hətta Muhammed Həsən Nəzəfi ki, Cavahirül Kəlamın müəllifidir də, çox fiqh sahəsində ən geniş yazılan kitablardan biridir. Orada bu məsələyə toxunur ki, vilayəti fəqih mövzusu demək olar dinin zəruri məsələlərindən biridir. Yəni şiə fiqhinin zəruri məsələlərindəndir. Ki, bu da önəmlidir. Amma buna baxmayaraq bu qədər alimlər, bilirsiniz bunların adını nə üçün çəkirəm? Çünki bu Əhməd Əl-Həsən bu cür alimlərin rəyini qəbul edir. Yəni bu cür alimlərə etibar eləyir və onları alim bilir. Deyək, Tusisi olsun, Mufidi olsun və digərləri. Lakin əməli baxımdan gəlir bunların əksinə çıxır və vilayət fəqihi bidət sayır. Və ona görə də onun nəzərinə əsasən ancaq Allah hökm eləyə bilər. La hukmə illə lillah, Allahdan başqa heç bir kəs hökm. Eyni ilə xəvaric düşüncəsi. İnşallah o oxşarlıq məsələsində ki, toxunacağıq, onların bəhaiyyətlə oxşarlığı, babiyyətlə oxşarlığı və həmçinin vəhhabilərlə oxşarlığı və o cümlədən xəvariclə oxşarlığını da orada toxunacağıq ki, bunlar necə də bir-birlərinə oxşayırlar. Necə ki, xəvariclər deyirdilər, Allahın hökmündən başqa heç bir hökm yoxdur. Bunlar da o cür düşünürlər. Ona görə də məsələn, indi bəzi ölkələrdə seçkilər ki var, baxmayaraq İslam dövləti də xüsusi seçkilər olur, insanlar təyin edirlər, qanun falan, deyir ki, bunlar hamısı bidətdir. Hətta maraqlıdır. Bu düşmənçiliyi göstərir ki, bunlar xüsusi şəxslər tərəfindən qurulub, məhz mərci təqlidləri vurmaq üçün, şiəni zəiflətmək üçün. Onun müxtəlif kitabları var, elə öz saytında Məhdiyyun saytı var, orada onun bütün kitabları yerləşir. Orada gəlib bu məsələ, bir dənə kitab var, Müştəbihat kitabı. Orada
4 cilddir təqribən. Gəlir, belə sual verirlər ki, ona, məsələn, Fəvailun lil Musallin ayəsi barəsində vay olsun namaz qılanlara. Müxtəlif məsələlər toxunur, riya məsələsində falan, işim yoxdur. Gəlir Sistani ağaya bir istəyir, yəni onu vursun. Həmən qanun məsələsini önə çəkir ki, Sistani ağa qəbul edir ki, insanlar qanunları eləsinlər. Yəni insanlar seçsinlər, məsələn, öz prezidentlərini, nə bilim falan. Deyir, bunlar hamısı bidətdir. Baxın, oxuyuram ərəbcəsini. Fənnəticətulləti vəsələ iləyhə Sistaniyyü və əşbahuhu. Sistani, məsələn, Seyid Sistani, hörmət əsla və əbəda adını deyir birbaşa. Və ona oxşar şəxslər, yəni digər alimlər, o nəticə ki, ona satıblar, budur ki, dəsturu, qanunu insanlar vəz eləyirlər. Və hakimi də insanlar təyin eləyir. Və onlar arasında şura olur filan. Deyir ki, Həzrəti Peyğəmbər bu cür şəxslərdən bəriun haulai əl-cəhələti. Bu cahillərdən Həzrəti Peyğəmbər bəri ilə uzaqdır. Bunlar muxtidlər, xətakardılar. Və hökm ki, Seyyid Sistani ağanın rəyinə görə verilən bu hökm şeytani hökmdür. Və həmçinin deyir ki, bunlar Sistani ağa və digərləri baxın mövcud vəziyyəti pisləyir də. Seyyid Sistani ağa və digərləri bunların bütün əməlləri riyadır. Fəbukauhum aləl Hüseyn riyaun. İmam Hüseynə bunların ağlamaqları riyadır. Və salatuhum riyaun. Bunların namazları riyadır. Və bunlar nə etmək istəyirlər? Bunlar yalnız istəyirlər insanların qəlblərini əldə etsinlər, dünya məqamlarına çatmaq üçün. Ki, əlləzinəhum yuraun bunlara şamildir. Diqqət edirsiniz. Yəni, bütün, təkcə Sistani ağa yox, Sistani ağa ona görə önə çəkdi ki, yəni artıq ələmdir də, məşhurdur. Digərləri ki, təbii ki, məlumdur. Və yəmnəunəl ma'un məsələsində də deyir ki, bu həmən qeyri-amillərdir, əməl etməyən amillərdir ki, indiki zamanda olan şeydir. Hətta bunları kimə oxşadır? Bunları o şəxsə oxşadır ki, bir hədis gətirir İmam zamanla bağlı güya bir hədis var. Əlbəttə, o hədis barəsində biz araşdırma aparacağıq. Neçə dənə imam gələcək, 11 dənə falan. O hədisi gətirir və deyir ki, o hədisin davamında deyir ki, İmam Zaman gələcək və bunlar da ona kafir olacaqlar, cahil olacaqlar, özlərini alim adlandırırlar, amma İmam Zaman gələndə onu qəbul etməyəcəklər. Deyir, bunlar da, bu alimlər də o qismdəndir. Daha sonra hətta o qədər bu alimlərlə bu vəziyyəti pisləyir insanlara. Deyir ki, alim sual verirlər ona, alimlərin əlini öpmək olar yoxsa yox. Deyir ki, la yacuzu təqbilu əydi uləmaiddin. Din alimlərinin əlini öpmək olmaz. Yalnız Həzrəti Peyğəmbərin və onun vəsisinin əlini öpmək olar və vəsisi təbii ki, yəni özünün də əlini öpməyin heç bir eybi yoxdur və bu barədə deyir Usul-u Kafidə hədis var. Və həmçinin deyir ki, sözü belə çıxır ki, hər kəs mənim bu iddiamı qəbul eləməsə, asidir, Həzrəti Peyğəmbərə asidir filan. Və bunlar, yəni indiki dövrdə olan bu siyasət ki, bunlar o siyasət üzərində hərəkət edirlər, Sistani ağa olsun və digərlər olsun, bu İslamın bəyəndiyi siyasət deyil. Ona görə də bunlar yığışdırılmalıdır. Bu cür alimlər silinməlidir. Bunlar nadandırlar, bunlar cahildirlər, bunlar azğındırlar, bunlar riyakardırlar. Baxın, müxatəblər ancaq bu cür sözlər yedirirlər, ötürürlər və həmçinin təbii ki, avam insanlar ayrı edə bilmirlər, təhlil edə bilmirlər və azırlar. İnşallah növbəti bəhsimizdə digər taktikalarına da işarə edəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.